yaxşıyam, gördünüz məni, narahat olmuyor. Torpaqları alıb gələcəm evə. Yaxşı, elə bu qədər bəsdir. Gedirəm. Rəşad çox qəhrəmancasına döyüşürdü. Düşməni məhv edərək yalnız irəliyə can atırdı. Döyüş zamanı bir əsgərin əlində açılan qumbaranı dərhal götürüb ermənilərə tərəf atıb və xeyli sayda düşməni məhv edib. Şəhid Rəşad Babayev 2014-cü ildə xüsusi təyinatlı qüvvələrin hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Sonradan burada müddətdən artıq hərbi qulluqçu kimi xidmətinə davam edib. Rəşad Vətən müharibəsinin ilk günlərindən döyüşə yollanıb. Döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Rəşad Vətən müharibəsində Murovdağ zirvəsi, Suqovuşan, Cəbrayıl, Füzuli və Xocavənd istiqamətinə gedən döyüşlərdə şücaət göstərib. Hadrut istiqamətinə gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.